Allah Teala buyurur ki: "Ve tevekkele alel azizir rahim ellezî yarake hîne tekûm ve tekallubeke fis-sâcidîn innehu huves-semî'ul alîm." Allah Teala buyurur ki, qüdrətli və rəhimli olana təvəkkül et. O səni duranda da görür, səcdə edənlər içində, hərəkət edəndə də həqiqətən o eşidəndir, biləndir. Yəni bu ayə ehsanın hansı mərtəbəsinə dəlalət elədi? Dedi ki, ehsanın iki mərtəbəsi var. Birinci, Allahı görürmüş kimi ibadət etmək. İkinci, sən onu görməsən də o səni görür. Bu da nəyə dəlalət elədi? İkinci mərtəbəyə dəlalət elədi. Yəni Allah, sən onu görməsən də Allah səni görürmüş kimi ona ibadət etməndir və insan da ibadətlərində bu mənanı həmişə xatırlamalıdır və ürəyinə gətirməlidir, zikr eləməlidir ki, yəni Allah Teala məni görür. Sonra Allah Teala buyurur ki: "Və mə təkunu fi şə'nin və mə tətlu minhu min Qur'anin və la ta'maluna min amalin İllə kunnu aleykum şuhudən iz tufidunə fi." Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən biz sizə şahid olaraq. Bu ayə də əvvəlki ayə kimi, yəni ehsanın ikinci mərtəbəsinə dəlalət elədi. O da nəzarət və gözətləmə mərtəbəsidir. Yəni sən onu görməsən də o səni görür. Allaha beləncə bu tərzdə ibadət etməkdir. Allah Teala bizi eşidib faydalanlardan etsin.